Salam, hər vaxtınız xeyir, əziz dinləyicilərimiz. Həmişəki ənənəyə sadiq qalaraq, bu gün də Lənkəran rayonu Yuxarı Nüvədi kənd Mais Mirzəcanov adına tam orta ümumi təhsil məktəbinin radiosu efirdədir. Aparıcınız mən 11-ci sinif şagirdi Məhəmməd Əliyevdir. İşğalçı Ermənistan və onu himayə edən diaspor təşkilatları hər il 24 apreli uydurma genosid günü kimi qeyd edirlər. Bu yalan və iftiraya dünyada inananlar da var. Əslində nə baş verir və nədən ermənilər 24 aprel tarixini unuda bilmirlər? İlk növbədə apardığımız araşdırmalara belə bir məlumatla başlamaq maraqlı olardı ki, Türkiyə Arxivləri İdarəsinin rəhbəri Yusuf Sarınay ermənilərin hər ilin 24 aprel tarixini dünyaya erməni soyqırımı günü kimi təqdim etmələrinin yalan olduğunu sübut etmək məqsədi ilə Türkiyə arxivlərinin, xüsusən də Osmanlı dövrünə aid arxiv qapılarının bütün ölkələrin tarixçilərinin, alimlərinin üzünə açdıqlarını bəyan edib. Türkiyə arxivinin rəhbəri bu faktda aydınlıq gətirərək bildirib ki, 24 aprel erməni terrorçularının, başçılarının həbs olunduğu gündür. Xatırladaq ki, hələ 2005-ci ilin aprelin əvvəlində Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan Ermənistanın sabiq rəhbərinə müraciət edərək soyqırım iddialarının araşdırılması üçün müştərək komissiya yaradılmasını, Türkiyə və dünya arxivlərində bu məsələ ilə bağlı bütün sənədlərin gün işığına çıxarılmasını təklif etmişdi. Lakin məktub cavabsız qaldı. Hətta həmin ilin oktyabrında Avropa Parlamenti Türkiyəyə soyqırımını tanımağı və Ermənistanla sərhədi açmağı tövsiyə etmişdi. Yusuf Sarınay bildirir ki, 1915-ci ilin aprelin 24-ü erməni terror təşkilatları Qınçaq, Daşnaq, Ranqavarın liderlərinin həbs olunduğu gündür. Bu təşkilatlar 19-cu əsrin sonları, 20-ci əsrin əvvəllərində Osmanlı torpaqlarında terror və qətliamlar törətmək məqsədi ilə yaradılmışdır. 24 aprel həbsi onların qətliamları törətmək, Anadolu torpaqlarında böyük Ermənistan dövləti yaratmaq məqsədlərinə mane oldu. Əslində 1915-ci ilin aprelin 24-də, nə də ondan bir neçə gün əvvəl və sonra Anadoluda heç bir döyüş və ya köçürmə hadisəsi baş verməmişdi. Ermənilər bu günü ona görə soyqırım hadisəsi kimi qeyd edirlər ki, qurduqları plan boşa çıxmış, terrorcu liderləri məhz həmin gün həbs olunmuşdur. Biz dünyanın bütün alimlərini, tədqiqatçılarını arxivlərimizə dəvət edib, elmi araşdırmalar aparmasını təklif edirik. Bəri başdan da bəyan etmişik ki, ortaya çıxan hər doğru sənədlərlə razılaşacağıq, deyə Yusuf Sarınay bildirir. Düzdür, Osmanlı dövrünün tarixini araşdırmaq üçün arxivlərimizə gələn qərb dövlətlərinin tədqiqatçıları olur. Hətta başqa ölkədə yaşayan erməni əsilli alimlər də gəlirlər. Lakin indiyədək bu qədər çağırışlarımıza baxmayaraq, Ermənistandan bir nəfər də olsun tədqiqatçı bizə müraciət etməyib. Gələnlər də daha çox Osmanlı tarixi ilə maraqlanırlar. Nədənsə qərb alimləri yaşadıkları ölkələrdə erməni diasporunun psixoloji təzyiqləri, hədə-qorxuları üzündən arxivlərə gəlməkdən və bu sahəni araşdırmaqdan çəkinirlər. Qeyd edək ki, indiyədək ermənilərin uydurma soyqırımı iddiasını 18 dövlət tanıyır, lakin bu dövlətlərin heç biri rəsmi olaraq araşdırmaq məqsədi ilə öz tarixçisini Türkiyəyə göndərməyib. Türkiyə bir ölkə içində gizlənmiş bu cür insanlara qarşı tədbir görürsə, bu normal qarşılamaq lazımdır. Ermənilərin türk əsarəti altında yaşadıklarını və davamlı olaraq təzyiq gördüklərini iddia edənlərin tamamilə yalan danışdıqlarını bildiririk. Əslində o dövrdə ermənilərin dəfələrlə pis yaşayan və əsarət altında əziyyət çəkən xalqlar var idi. Məsələn, Rusların təzyiqi altında əzilən Azərbaycanlılar, Belçikalıların əzab əziyyətinə qatlaşan Kongo zənciləri, Fransanın istismar və talan etdiyi Qvineyalılar ermənilərdən daha pis vəziyyətdə idilər. Bu xalqlar ermənilərin özləri haqqında yalandan iddia etdiklərini həqiqətən yaşamışlar. Onlar ermənilərdən daha çox itki veriblər. Zaman-zaman müxtəlif yerlərdə ermənilərə qarşı müşahidə olunan düşmənçilik münasibətlərinə yalnız və yalnız ermənilərin özləri səbəbkardır. Erməni millətçiləri yaxşı dərk edirlər ki,
Böyük dövlətlərin dəstəyi olmadan onlar nə dövlət qura bilər, nə də müstəqil bir dövlət kimi köməksiz yaşaya bilərlər. Bu gündə də başqa bir əlamətlər gündə qeyd olunur. Ümumdünya Demokratik Gənclər Federasiyasının qərarı ilə 1957-ci ildən hər il aprelin 24-də Beynəlxalq Gənclərin Həmrəylik Günü qeyd olunur. Bu günün qeyd olunması dövlət orqanlarının, ictimaiyyətin və kütləvi informasiya vasitələrinin diqqətini gənclərin problemlərinə yönəltməyə xidmət edir. Eyni zamanda bu bayrama gənclər birliklərinin, ictimai təşkilatların, geniş əhali kütlələrinin, öz uşaqlarının və nəvələrinin gələcəyinə laqeyd olmayan insanların səylərinin birləşdirilməsi, cəmiyyətin gənclərin hüquqlarına əməl edilməsinə nəzarət etməsinə, cəmiyyətin iqtisadi, sosial, elmi, texniki və mənəvi problemlərinin reallaşdırılmasında gənclərin mütəşəkkilliyinin və yaradıcı fəallığının yüksəldilməsinə, nəsillərin varisliyinə, qanunların və hüquq qaydalarının qorunmasına yardım edir. 1955-ci ildə gənclərin həmrəylik gününün hansı günə təyin olunması ilə bağlı Asiya və Afrika ölkələrinin Bandung konferansında yekun iclas keçirilir. Beləliklə, gənclərin beynəlxalq həmrəylik günü ilk dəfə 1957-ci ildə müstəmləkəçilik əleyhinə mübarizədə sülh şəraitində yanaşı yaşama uğrunda gənclərin beynəlxalq həmrəylik günü kimi qeyd olunur. Sözügedən tarixdə gənclər üçün konferanslar, konsertlər və bayram tədbirləri təşkil olunur. Bugünə olan radio efirinin sonuna çatdıq. Növbəti buraxılışlarda görüşənədək.